Ocaq daşlarına baxdım. Necə asan gedə bildiniz, yoxsa çox çətin olmalıydı ora getmək? İndi yeri gələndə Qabaşıda mən onu deyəcəm. Biz gecə ancaq gedirdik. Çünki görmə cihazı ilə erməni o kadar hiləgərdi ki, püskük qura bunlar. Atam dedi, un götürün. Orada olan undan istifadə eləməyin. Zəhər qatar erməni. Bəli. Biz onu Kəlbəcərdən gedib un götürdük. 4 atla getmişdik. Unu götürüb aparanda meşədə qoyduq ki, meşədə də həmin çörəyi mən bişirdim. O yeri gəldi ki, mən məqamlarda mən onu çatdıracağım. Həmən məqamları mən çatdıracağım. Çörəkdə bişirdik. 5 gün girov həyatı biz yaşadıq. Mən ocaq daşlarına yaxınlaşanda artıq atamın, anamın o dağlara baxanda gəldi gözümün qarşısında durdu. Dedim o sazı götürün, bu sazı da evdən aparmışdıq. O binə yerində bir radyalı büktüm ki, burada tənha qalıb, heç olmasa nə vurmasın. Amma gedib sazı götürübsünüz artıq. Sazı götürüb kişinin, atamın dediyi yaylağı ziyarət eləmək üçün gedirik. Biz sözümüzü deyək bu sazına. Bəli. Bu sazı götürüb bir cığəli təcnislə görək, o xaraba qalmış öz otağımın qabağında mən nə deyirəm? Ərz edək qulluğunuza. İndi onu ərz eləsin sizin şagirdiniz Nəsimi. Nəsimi Müslümoğlu. Bəli. Nəsimi Müslümoğlu özü də deyəsən sazbənddir, eləmi? Özü sazbənddir. 11 simli sazı özü bağlayıb. Özü bağlayıb. Həmin sazla da ifa eləyəcək. Həmin sazla da ifa eləyir. Buyursun bir cığalı təzisindən görək orada nə soruşur, cavabı nə olur? Dedi qarlı dağlar, yaylaqlar görəndə elə bil tapıram atam indi. Aşıq diyar atam, qarlı dağlar atam, gedişlərdə iz var, zirvədə gəz atam. Anamın xörək yadıma düşdü, dəydi damağıma atam indi. Ata yana ey bacı qardaş şəməysiz can əlində yolun saldı qarqar. Aşıq diyar qarqar, ayaman saldı qarqar, ayağı yolun kəsdi şivan saldı qarqar. Rüzgarından qarşımışdı qarqar, ayana balasını yatamır. Cabbar diyar arxa durdu qansız, Əmin deyək taxta yenə döndü qansız. Aşıq diyar qansız, rast gəlmişi qansız, xalqı taxta satan gözlərinə qansız. Min fitnə əkənin, min qan tökənin, bilinmir hesabda atam indiyim. Çox təşəkkür edirik. Ay Üstad, burada bu göynərtili bir əhvallaşma var. Ata yada düşür, ananın
bişirdiyi xörəyin dadı yada düşür və o coğrafiya, o təbiət yada düşür. Onunla üzbəüz qalan göynəyən bir aşıq Təzrin savadından da aşığımız gözəl çatdırdı. Davamı necə oldu? Davamı biz Məhərrəm müəllim gələndə mən Kəlbəcərdən keçəndə gördüm bir qoca kişi mal otarır. Gördü at tərdə qalıb, at da çox sevinirdi. Çünki o at qaşqın düşəndə o yolu getmişdi. Tanıyırdı yolu. Vətənə sarı elə bil bu atın qanadı yox idi uça. Elə gəlirdi. Kişi mənə dedi, bu atı niyə əldən salmışsan? Bəlkə gəzəntəsən. Düş bir atlar dincəlsin, gör harı. Mən də kəsə yol öyrənmək istəyirəm kişidən ki, mən tez çatım yoldaşlarıma. Belə deyəndən sonra dedim Kəlbəcərlilərin hamısı şairdir. Mən sənə şeirlə ta cavab verməsəm inanmayacaqsan, məni gəzintiyə oxşadacaqsan. Ona görə də götürdüm. Orada mən ona şeirlə sözümü dedim. Onu şeiri lazım bilirsiniz deyin. Vaxta bir bənd görə deyin, sonra aşığımıza deyəcək, onu oxuyacaq. Daş kəsəndə 92 10 avqust. Yön tuttum Murovla ana dağları. Bir günün içində Girovlaçına, başı qarlı, döşülalı dağları. Keçdim Kəlbəcər neçə kəndini. İtirmişəm bərəsini bəndirir. Soruşuram Laçınımın səmtini qəhərimdən düşər nala dağları. Dastan uzundur. Biz bunu danışdıqca vaxt qutaracaq. Onu aşığımız oxusun o zaman. Aşığımız oxusun. Salih Qafaroğlu bir mixəyi havasından bu yeri, bu məqamı canlandırsın. Buyur. Köhlənib sazma naləli, dərdi bayilər naləli, yapışıb yaxamlar mən buyur axım. Başı süslumallı, qalalı, dağlar ayırlar, qalalı, dağlar. Yeller qabağında döküləyəm bəndən. Bir ana şəhərəm, dağılmış şəhərəm, bir ana kəndəm ay balam, bir ana kəndəm. Dət verib sətim ay abala, abala, abala olubdur həmdəm. Sarılıq boynuma balalı, dərdi bay bala, balalı dərdi. Belə cabbar yaxdaran qanana yaxdaran.
Derdimden kal yaş damana daraylar damana İten günlerimi yabala 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 Derdim ben övşeli lalali Derdim ay balam lalali Derdim Başı yer çat çatal azarlı dağlar Derdine bir yolam her zaman Aylar ay balam her zaman Aylar ay Aşıq Salih Varolcu'nun əhvalat öz-özünə elədi ki, niskil ovqatı yüksəkdir. Aşığımız Mixayini oxuyanda da həmin ovqata girdi. Aysta davam eləyək, görək də arxasınca nə oldu? Məhrəm müəllim, biz gəldik, elə gəlməliyik ki, bu namərd düşmən bizi gərək görməyə, bizə püskük qurmaya. Fikirləşdik ki, bu atları o binələrin tövləsində elə yerə pəyyə salaq ki, kişinəməsin. At kişinəsə, bunlar hiss eləsə ki, insan bu işğal zonasına gələcəklər. Bizi tütəcəklər. Atam da tapşırdı ki, kömə gəzməyin, şişqə yandırmayın, gecə işıq eləməyin. Atlar da öz oylaqlarına gəlib, dedi, ondan qorxduq ki, kişniyər. At hassas heyvandır. Biz bir pərinin qapısını açdıq. Atları salaq, atlar girmədi. Yabani çətənək yolları o torpaqda elə bitib ki, heç tövlələr görülmür. Gözlədik, cığır çox çətindir. Dedim, gedib qadın düşərik, qoy ay doğsun, işıqlaşsın biraz. Ondan sonra biz gedərik. Ay doğdu, o təbiətin, o gözəlliyi, o yaylaqlar, o günlər yadımıza düşdü. Orada Qayabaş şeirin yazdım. Onu bizim aşığımız oxuyacaq. İndi oxuyacaq şeiri Şökət Arvad gəldi. Dedi, bə, Girovsaz qalandan sonra maşinimiz yaylağa çatanda dedi ki, sən o dağlara oxuyurdun. Sən indi kimi oxuyacaqsan, o sazı qoyub nəyə gəlmirsən? İndi bizə nə deyirsən? Mən dedim, gedib o sazı gətirəcəyəm. Alaxankəllidə gəldim ki, bir aşıq, bir ağır şərikli oxuyur. Çox kədərləndim, bacım da yanımdaydı. Dedim, oxucunan, bizim ədalət yadımda düşdü. Allah ona rəhmət eləsin, bizim aşıqların Ədalət Axundov. Axundov ədalət. Aşığın bayım qardaş. Gəldi gözümün qabağına. Həm belə bir insanın məzarının qalması, həm bizim belə bir günə düşməyimiz, o dağlara baxdım, Qoşqar dağının ətəyində götürdüm, ayrılıq şeirini yazdım. İndi bizim aşığımız inşallah ki, Rahib Alxanov Köhnə Naxçıvanı ilə oxuyacaq və istedadlı balabançımız Ələkbər Kəlbəzəri də onu müşayiət edəcək. Allahın köməyi ilə sizin o ayrılıq ovqatınızı bu saz, balaban görək necə sığallayacaq. Buyursunlar. Çalar qəlbimi Eylədi tarmar talan ayrılıq Ədalət ruhuyla dalar qəlbimi Şahmar ilə kimi çalan ayrılıq əyərlər Ayrılıq əyərlər Ayrılıq ay
çöplü gölün düzüne hasret kaldım çöplü gölün düzüne nece bakmay o dağların düzüne değişmezdim bu dağların yüzüne etti hayanet zamanı ayrılık eller ayrılık eller ayrılık eller ayrılık eller ayrılık Sardalalar kadabala soluşar Sardalalar kadabala soluşar Sapar gederi o yerlere Kovuşar eller, kovuşar eller, kovuşar eller, kovuşar eller, kovuşar. Gürol kalan o sazıyla görüşen Gürol kalan ey o sazıyla görüşen Olar bu derdin aman ey Ayrılığa yeller, ayrılığa yeller, ayrılığa yeller, ayrılığa yeller, ayrılığa Behdigara gelmedi Hara gitti Behdigara gelmedi Göçek isme oldu haraya Gelmedi ya bülbül Gelmedi ya bülbül Gelmedi ya bülbül Gelmedi Çox təşəkkür eləyirik. Ay Üstad, getdiniz, bu ayrılıqla hələ də üzbəyüzsünüz. Daha nələr baş verdi? Biz elə oldu ki, Məhrəm müəllim atam demişdi, onu götürmüşdü. Binə yeri var, gedi meşə tələsində. O onu götürdü, tapşırmışdı ki, isti havada ocağı qalın. Soyuq havada tüstünü görüb gəlib sizi tutarlar. Götürdük onu, dörd ayağı, sacı, Məhrəm var, onun binəsindən götürüb apardıq meşənin bir ən qalın yerində. Çörəyi bişirdim, yuxada bişirdim, sacı koydum üstə. Baxdım, bizim bir müqəddəs pirimiz var, Ağbaba piri görük. Bəli. Bu sazı dedim, ver mənə, mən ona yalvarım, bəlkə bizə bir nicat versin. Belə bir məmləkət, bir torpaq əlimizdə getməsin, bu dağ ürəyimizdə qəbir evinə qədər sağalan deyil axı. Yüzümü tutup pire sarım mən. Ne bir divan yazdım orada, okudum bu sazla. Bizim famil var, dedi da bura aşıqlıq yer deyil, indi səsini eşidib verməni gəl bizi tutub aparacaq. Dedim, bu Mısır qılınç kimi bir silah əlimdə. Erməni heç gedib bizim evə düşmüşdü, onun qarşısında erməni. Mənim deyişimim var sazla. Bəli. Onun xofu heç erməninin onun yüzünə baxa bilmir. Çünki o Koroğlu'nun əlində olur. Yaşa Üstad. O zaman orada nə deyibsinizsə də onu bizim aşığımız Seymur Müslümoğlu bir meydan divanisi havasından desin, biz də eşidək. Buyursun.
temiz olmuşuq. Həmzadələrə vuran töhmətdən qurtar bizi. O belə təmiz adələrə vuran töhmətdən qurtar bizi, töhmətdən qurtar bizi. Dərgahından uzanır. O belə vatan qədri bilmənən mənə o balam üstümüzə qıcanır. Qeyl qallı boş sözlərdən, söhbətdən qurutar bizi. O belə qeyli qallı boş sözlərdən söhbətdən qurtar bizi, söhbətdən qurtar bizi. Allah versin belasını. Ne bela yaşık cebbara. O bala hara geçse gösterecek vefasını. Derd ağırdı çeken bizi, heyretten kurtar bizi. O belə dərd ağrıdı çəkən heyrətdən qurtar bizi, heyrətdən qurtar bizi. İnşallah elə bu Osmanlı Divanisi'nin, Meydan Divanisi'nin sədalar altında günün birində Laçına gedəcək. Ordumuzla, özümüzlə və sizin o müqəddəs pirə ziyarətgahı üst tutub dediyiniz bu mətləblər, arzu diləklər də hasil olacaq işte. Davamını deyin. Qayabaşıya biz çatandan sonra orada elə bir yer var ki, at orada gərək xurcunu götürüb kənara qoyaq Məhər müəllim. Qayaya ilişsə xurcun, at oradan düşsə 300 metr qayla darcığırdı orada. Darcığırdı, onu əllə qədim zamanlarda açılmış cığırdı. Ona görə də xurcunları o tayı keçirdi. Atları gətirib keçirdi, o aylaqların gözəlliklərinə baxdıq. Qayabaşı şeirin orada yazdı. Qarakeşli binəsinə gəlmişik. Saxsağan dağına Payqayabaş. Qənşərin də soğuq bilağ meşəsi olubdur cənnətə Tayqayabaş. Bu aşıq onu oxusun, gör nətər oxusun. İnşallah bizim aşığımız Afil Bəxtiyarov da aşıq oğludur elə özü də. Bir Göyçəgül havasından görək Qayabaşının vəsfini gözəlləməsini necə deyəcək?
Bana çeşni binesine gelmişim. Bana çeşni binesine gelmişim. Sağsağında güne taygaya başı, taygaya başı, taygaya başı. Karşısında aman 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 aman, yadan aman 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 aman. Bela soyuq bulaq meşəsin, vafalıqdı cənnətə taygaya başım. Sevram lay lay bana lay lay, lay lay sana lay lay, gel qadan ayağım almay yercək. Derbel ayaqladıq çətəninin çolunu, itirmişik caba yana yayılını, yana yayılını, yana yayılını. Yana keçirdim, aman ay aman ay aman 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 aman. Belə qolun solunu, oh nə gözəl doğuyub taygaya. Sevram lay lay bana lay lay, lay lay sana lay lay, gel qadan ayağım almay yercək. Aşırca var belge buradan geçmedi. Aşırca var belge buradan geçmedi. Gecelerim bular günleri hükmedi. Yerince yeyranim ağadaya dalim. Derya dile, leyli 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 leyli. Ele cügrünü biçmedin, oh bunu tarihlere saygıya. Lay lay bana lay lay, lay lay sana lay lay, gel qadan ayağım almay yercəklərim. Təşəkkür edirik, var olun. Göyçə də elə Laçın kimi, Kəlbəcər kimi o göyün ərtinin altındadır. Çox da təsirli sözlər dediniz. Amma o qayabaşını ki, o qədər ürəklə, məhəbbətlə təsvir edirsiniz, o peyzajın özü çox adama doğma gəlir. Göynərtili olsa belə, çox belə canlı və ürəyə yatan bir mənzərədir. Sonra nə olur ay ustad? Biz ən çətin bir məqama mən düşdüm, Məhərrəm müəllim. Bəli. Daş olsa əriyər, da derim insanın yüzü nə qədər bərkimiş. İndi biz getmişik, mən öz evimə qorxuram girəm evin içinə.
Ki bu namərd mina bastırır. Özümlə də 3 nəfər aparmışım. Dedim siz girməyin içeri. Mən indi gedib o sazı götürməliyəm. Mən getdim. Belə baxdım ki, arxananın böyründə it yatıb o arıları genə də gözləyib. Etibarın 3 ay keçib. 3 ay keçib. O mənə elə baxdı ki, məni dindirmədi. O mənə elə Ki, bir yəni daha hardasan bu müddətdir? Mən onu çağırmaq istedim. Qaçdı getdi. Bir də uşağın oyuncağın baxdım bir katanka ortasında. Biz gedəndə balaca üzr istəyirəm oğlum dedi ki balaca oyuncağımı da gətir. Özümə dedim biz ya qismət gedib qayıtmayaq gör uşaq nəyin dərdini çəkir. Baxdım oyuncaq da oradadır. Onu da götürdü. Mən oyuncağa baxdım. Arxanaya baxdım. Belə baxdım ki qapıda saz orada görükür. Gözümə inanmadım. Yaxınlaşdım sazı öptüm başımın üstüne kaldırdım. Çıxdım kapıya yoldaşları dedim gel. Güllər quruyub, evlər dağılıb. Orada götürüb evdən aralanmaq, ayrılmaq çətin bir dərddir. Mən nətər o evimdən aralanım. Qardaşıma dedim, gəl bəlkə mən dəli olmuşam. Başıma hava gələcək. Gəl, mənə nə deyirsən o sazı dedim, gətir buraya. İndi çıxıb geri qayıda bilmirsiniz. Yox, vətəndən ayrılmaq Başa düşürüm, yəni evdən, yurtdan ayrılıb gedə bilmirsiniz. Ayrılıq dərdinə mən bir söz deməliyəm. Götürdüm bu sazla. Gör nə deyirəm, özümdən necə ayrılırım ki, indi gedib o biri yaylaqları ziyarət edir. O zaman qoy bizim aşığımız bir qaytarma havasından Nəsimi bunu desin, görək necə deyir. Gel balam Derdindəsidən yazılı vay lələ qayalarına Gedək tarixinə ey baxanda yayıl yamana Qaytarmaşal amallələ sazaqlasın illəsin Kəhcinən sinəmə davanda yayırıl Yamana yörrəm, bala yörrəm ay Gel balam Elə giravluqda qalan ailələ şahid ruhların Piran qocaların ağ bir kəllərin Yamana yöllər Namusu tahdan aman lələ qız gəlinlərin Dərdini başıma Tuqafanda yayırır Yamana yörrəm, bala yörrəm ay
şöylesiz kalan çırağa babalaya gelin. Dünenden ölmüşem aileler şahdaşsan, karşı göz yaşıma ahanda yayıl eller ağladı, yamala yağladı, balaya ağladı. Teşekkür edirik. Bu qaytarma havası yenə də həmin böyük niskili ifadə eləyir. İndi saza da qovuşubsunuz. Saza Görək. qovuşmuşuq. Famil dedi buraya, mənə dedi nə aşağılıq yeri deyil. Nə arıçılıq yeri. Mən getdim ki, arılarıma bayatı yazmışım. Arıları o dağlara tapşırıb vidalaşım. Dedi bizi qırdıracaqsınız burada. Hərəmizin bir neçə uşağı var. Dedim da hər şeydən keçib da bizi qoruyan Allah ki o saz indiyana qədər qoruyub bizə heç nə olmayacaq. Gözümüzü deyib gedəcək da. Biz indi Allah Taala bizim prezidentimizin canını sağ eləsin. İnşallah onun iradəsi ilə mən inanıram ki o torpaqlardır. Biz qayıdacağıq. İnşallah. Qayıdacağıq. İnşallah. Elə oldu atam da mənə məktub vermişdi ki o yaylaqları o siyahı ilə 16 kuplet olduğuna görə hörmətli tamaşaçılar bağışlasın onların hamısını vaxta görə biz deyə bilmirik. Dastanda var. O biz üst tutduq Narzan bulağının üstə səhər tezdən gedib da artıq saz da yanımızdadır. Gəlirik ki oraları o ovlaqları ziyarət eləyək. Atam da dedi bir ovlaqda mən daşın üstə bir dənə məktub yazmışam. Gedin onda biləcəm ki getmişsiniz ora. Həmin sözləri oxuyub gəlin mənə desəniz biləcəm ki getmişsiniz həmən yerə. Getdiniz gördünüz nə yazıb? Bir ağ daşa yazıb mənim bıçağın ucu ilə. Ov bərəsidir. Yazıb ki bu fani dünyaya heç kimə qalmadı. Mənim kimi çox adımları yola saldı. Sənə də qalmayacaq. Dünyadan yaxşılıqdan yaxşı heç nə yoxdur. Onu qazan. O yazıb bir ağ daşa 2 əl boyda. Daşı da yağış tutmayan bir belə kaha kimi yer var. Qoyub oraya ki yağış yuməsin. Gedib onu oxuduq, torpağı da götürdük oradan. Bir də smala bükdük. Gəldi o Narzan bulağının üstə Allahın bir qismət çörəyidir. O tərəfi turş sudur Narzan içməli. O çayın ortası, çay ortadan keçir. O tərəfdən də çimmək üçün içdi sudur. Biz süfrəni açan kimi ki açdıq, bizdə dağ uları var, o fırkəli idi. Elmi adı Qafqaz uları, Xəzər uları. Ən qiymətli kəhli idi. O çox dağların nəğməkarıdır. Biz bir loxma kəsdi, bir kəhli elə bir qasla bu bizi gözləyirmiş. Başladı oxumağa. Nətər bir nəğmə başladı. Neçə il oradakı heyvana getmişdi. O binələrdə, o obalarda. Əlimizdə bu çörə, bu loxma qaldı əlimizdə. O quş bizim özü də səsində yan tütəyi. Tütək qarışıq bir məğrur səs var. Gah da balaların yanına çağırırdı. Qırtıltı mən onu yaxşı bilirəm. Elə baxdım ki Niyazalı var. Mənə gözləri ilə belə baxır, başım bul eləyir. Bildim ki işarə eləyir ki o sazla heç olmasa bu dərdimizi də qələmə al. O kəhliyə yazdığım şeiri bizim gənc aşıq oxusun. Bir bəndini də onu deyin sözlə. Orada mən yazdım ki dağ uları nəğməkarım, həkəri çay bəstəkarım, çayın da böyründəyik. Çayın bir nəğməsi bir yandan qarışıb. Bunun nəğməsi də bir yandan bir-birinə qalır. Bu saz da orada elə böyrümüzdə. Dağ uları nəğməkarım, həkəri çay bəstəkarım, girov sazım səbəbkarım, yaman qoydum ağlarımı. Qoy görək indi Afil necə deyəcək bizim Afil Bəxtiyarov balabançımızla birlikdə inşallah. Bayatısını da, orada kəhliyin bayatısını da yazmışım. Buyursun.
təbiət aşiqiyəm, unudar mı dağlar məni, oy dağlar məni, oy dağlar məni. Ana kimi əzizəyim, əzizəyim. Ana kimi əzizəyim, bana kimi saxlar məni, oy saxlar məni, oy saxlar məni. Dağları nəğməkarəm, dağları nəğməkarım, həkəri çay bəstəkarım, oy bəstəkarım, oy bəstəkarım.